Salam. Bu videoda əzələ gərginlikləri ilə psixika arasındakı əlaqə haqqında danışacağıq. Deməli, insan bədənində var fərqli zonalar, hansılar ki, emosional vəziyyətlə əlaqəlidir. Misal üçün, sinə bizim hisslərimizlə əlaqədir və bunu özünüz yəqin fikir vermisiniz. Nə vaxt adam hansısa həyəcan yaşayır ya da başqa insana nəsə hiss edir, misal üçün biraz hirslidir ya da tərsinə nəsə yaxşı emosiya hiss edir. O deməlidir ki, onun sinə zolağındakı fassia çox gərgin vəziyyətdə deyil, belə rahat vəziyyətdədir. Amma nə vaxt həmin bu zonada fassia sıxılır və əzələ gərginliyi yaranır, adam öz emosiyalarını göstərə bilmir belə açıq vəziyyətdə. O sıxılır, o utanır emosiyanı göstərmək. Çox hirsli olur ya da qapalı olur. Belə qapalı insan kimi olur. Sonra qarın. Bu zona psixika baxımından bizim öz elə bil ki, açıq olmağımız asılıdır. Yəni, nə qədər adam özünü o birisi insanlara açıq formada elə bil göstərə bilir də, danışa bilir, hansısa bir tamaşa göstərə bilir. Utanmaq ya da qorxmaq, o birisi insanlarla danışmaq qarın zonanın sıxılmasından asılıdır. Əgər orada gərginlik varsa, adam utanır və qorxur, misal üçün səhnəyə çıxmaq. Amma ora rahat vəziyyətdədirsə, onda belə bir problem insan yaşamır. O çox rahat danışır, çox rahat zarafat edir, özünü belə açıq insan kimi göstərir. Utanmır, qorxmur, hər şey yaxşıdır. Qarın əslində ən psixika ilə bağlı zonalardan biridir və ən vacib zonalardan biridir. Sonra bel. Bel məqsəd qoymaqla asılıdır. Yəni, əgər insan hansısa bir məqsədi qoyub sona çatdıra bilirsə öz planını, öz işini, onda deməli onun bel və bu boyun altı zonaları rahat vəziyyətdədirlər. Yəni, fassia orada gərgin formada deyil. Amma əgər bu zonalar belə hansısa bir sıxıntamalar var o tərəfdə, onda adam hərdən olur heç bilmir hansı məqsəd qoya bilər. O başa düşmür ki, öz marağı nədədir və məqsədi qoyub çalışanda öz işini sona çatdırmaq, o yarı yoldan dayanır, geri qayıdır. Hərdən olur ki, ümumiyyətlə atır öz işini. Və bu psixikada beyin və boyun altı zonalarının əks olunur. Bu problemlər. Özünə inam olunmaqla oraya asılıdır. Sonra boğaz. Boğazda gərginlik, əzələ gərginliyi olanda insan biraz belə ya həm zəif danışır, həm də bəzi situasiyalarda harda nəsə demək istəyir. Bunun yerinə sakit durur. Qərar alır ki, danışmasa güya ki, daha yaxşı olacaq. Yəni, o çox vaxt susur, həm də nəsə danışmaq istəyəndə və danışanda başlayır biraz utanmaq. Belə, öz-özünə deyir ki, gərək heç danışmazdı. Yəni, bu tərəfdəki gərginlik bizim yenə də açıq olmağımızla asılıdır. Bütün bədəndəki zonalar təzyiqsiz olanda
insan açıq və özünə inamlı olur. Gərgin olanda isə o özü də belə gərginli olur, qapalı olur, utancaq olur, çoxlu qorxusu olur və bütün belə şeylər onunla baş verir. Belə boğazda gərginliyi aradan qaldırandan sonra insan başlayır daha maraqlı danışmaq, daha özünə inamlı formada danışır və ona xoşuna gəlir ümumiyyətlə söhbət eləmək, nəsə danışmaq, belə maraqlı ya da yumoristik şeylər və bu bəli, bu zonaya aiddir. Belə. Əgər indi danışıram nətər facial gərginlər yaranır və yaşayır bizim bədənimizdə uzun müddət. Əgər insan uşaqlıqda stresli vəziyyətdə olub, məsələn, 20 yaşına qədər bu gərginliyi boşaltmayıbsa, bu gərginlər facial pərdədə toplanaraq gərgin qatlara çevrilir. Bu qatlar isə əzələ gərginliklərin ya da əzələ blokların formalaşdırır. Daha yetkin yaşda onları aradan qaldırmaq üçün birbaşa əl ilə təsir etmək lazımdır. Çünki masaj, yoga və digər üsullar əsasən canlı elastik səhərləri uzadır. Amma həddindən artıq gərgin olan yerlərdə bədənlə əlaqə zəifləyir və bu səhərləri işləmək çətin olur. Bu səbəbdən həmin gərginlikləri öz əllərinizlə necə aradan qaldırmağı növbəti videolarda bir də göstərəcəm. Bu teoretik hissə idi. Sizə əslində çox vacib bir şey danışdım, çünki insanların çoxusu bilmirlər bu gərginlikləri həqiqətən necə lazımdır aradan qaldırmaq. Amma ən effektiv metod elə öz əllərimizlə birbaşa fiziki toxunmalarla lazımdır bu gərginləri yığışdırmaq. Bu hərdən biraz fizioloji narahat hiss oluna bilər, amma bu əslində normaldır. Belə. Bədəndə əzələ gərginlikləri çox olduqda qan dövranının, limf axını və sinir ötürülməsi zəifləyir. Bunun nəticəsində insan özünə inamsızlıq hiss edir, komplekslər yaranır və ümumi vəziyyəti də pisləşir. Ya da uzun müddət qeyri-sabit qalır. Ona görə əzələ gərginlikləri lazımdır aradan qaldırmaq və bu psixoloji vəziyyətinə çox yaxşı təsir edir. Adam bunu edəndən sonra o dəqiqə hiss edir ki, nətər onun halı da dəyişdi. Daha başlayır özünü yaxşı hiss eləmək. Daha çox sevinir. Həyat yaşamağa, insanlarla danışmağa, özünü tamaşa etməyə və digər hərəkətləri görməyə. Belə. Sağ olun.